Böyüklərimiz, Səttarxanlarımız ki, meydanlarda dayanıblar, torpaq yeyib, torpaq verməyiblər. Bu günləri nəvələrinizə nə cür tərifləyəcək? 8 sal Difai Müqəddəsi bizə böyüklərimiz nə cür tərif ediblər. Biz də istədik ki, mərdumu bu zülmü, cəhani bizdə elə bu növ əhsən uşaqlarımıza cozbəcuz tərif eləyəcək və onu deyəcək ki, 47 il necə bizi təhrimdə saxlayıblar. Onun üstündə də bir 3 il bizdən cəng eləyiblər və onların qabağında bu mərdum o top tüfəngin qabağında dayanıb gəlib bu meydanlarda cəmləşmişik, iddiamızı pozmamışıq. Çoxlu şəhidlər vermişik bu toprağımıza görə. O cür ki, böyüklərimiz, Səttarxanlarımız ki, meydanlarda dayanıblar, torpaq yeyib, torpaq verməyiblər. Biz də nəvələrimizə elə uşaqlarıma nə olsun, uşaqlarım mənim bu candadır. Elə bu özü yekərsə şahid yadından çıxar. Vəli eləyəsən, eləyəcəm ki, bu günlər elə zimzim eləyəm qulağımda ki, nəcür dayanmışdıq meydanda, özünün huzuru var idi, öz uşaqlarına tərifləsin ki, biz elə böyüklərimizlə ya çiçəklərimizlə bu meydanlarda huzur tapdıq və iddiamızı pozmadıq.